Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Abşeron rayon Masazır qəsəbəsinin girişində 300 kvadrat 5 sotda 7 otaqlı şəxsi tikili həyət evimiz satışa çıxarıldı. Təcili satışa çıxarılıb əziz izləyicilər. Sənəd torpağın bələdiyyə katastrı vurulub. Veriləcək qaz, işıq, su, kommunallar hamısı asan xidmətdə adımıza keçiriləcək. Əziz izləyicilər, şəxsi tikili evdir. Bağlı, bağçalı, deməli 5 sot torpaq sahəsi 7 otaqlı qoşadaşla inşa olunmuş. 300 kvadratlı 2 mətbəxi var. Bir mətbəxi bax burada həyətdədir gördüyünüz kimi. Bakı-Sumqayıt yoluna yaxın ərazidə yerləşir. Yaxınlıqda 100 metrəliyində məktəblər var. Marşruta 100-150 metr, məktəbə 100 metr bağlı bağçalı. Bax belə bir nəhəng böyük navesli həyət evimizdir. Şəxsi özünə sıfırdan tikilmiş həyət evimizdir. Gördüyünüz kimi əzizləyicilər, bax belə bir gözəl böyük navesi var həyət üstündə. Bağı bağçanı da göstərəcəm. O hissədə də maşın saxlama yeri var. Ev quruq qoşa kubikdir, kürsülüdür. 7 otaq tam təmirli həyət evimizdir əzizləyicilər. Bağı bağçanı da sizə göstərmək istəyirəm. Həyətdə də mətbəx var. Burada da əlavə bağ tərəfdə belə bir sanitar qovşağı var. 10 tonluq su çəni var. Burada bağı bağçasıdır. Əkin, bağ, bağça həvəskarlarına gözəl bir fürsətdir. Evi olmayanlara ev qisməti inşallah. Allah xeyrimizi versin. Alana da satana da Allah xeyirli eləsin inşallah. Bağlı, bağçalı 5 sotda 300 kvadrat 7 otaqlı həyət evidir əziz izləyicilər. Qiymət də münasib bir qiymətdir. Gördüyünüz kimi. Bunun o tərəfində də böyük bir əldamısı var. Bura toyuq inidir. 10 tonluq su çəni var. Ehtiyat su çəni var əzizləyicilər. Bax belə bir gözəl. Meyvəli, üzümlü, güllü, çiçəkli, bağlı, bağçalı. Bax belə bir böyük həyət evimizdir. Çöl hissədən istəyirəm göstərim sizə. Bağ hissədən. Əslində 8 sotdur. 5 sotunu verir əgər istəsəz. 3 sotunu da danışıb əlavə ala bilərsiniz. Yəni buradan ölçüləcək bu setkadan o tərəfə bağlı bağçalı. Bax bu hamısı evlə bir yerdə 5 sotda. İstəsəz 8 sotda da götürə bilərsiniz. Qiymət 5 sota hesablanıb. Əzizləyicilər. Ev də təmirli evdir. Oturmuş evdir, şəxsi evdir. Yola, məktəbə Masazırın tam girişidir. Masazır dairəsinə 800-900 metr məsafədə yerləşir. Bakı-Sumqayıt yoluna tam yaxındır. Əzizləyicilər, Bakı-Sumqayıt yoluna tam yaxındır. Belə bir gözəl həyət evimizdir. 7 otaqlı, 2 mərtəbə. Girən kimi sağda, deməli, 2-ci mərtəbəyə qalxan hissəsi pilləkənidir. Əlavə deməli mətbəxi də göstərək. Kondisioner, mətbəx mebeli, kombi, radiator qalır. Burada böyük belə bir qonaq otağımız var. Qonaq otağın yanında bir dənə yataq otağımız var. Ora bağlıdır, girə bilmədik. 7 otaqdır. Bura hamam otağımızdır, girişidir. Və burada böyük belə bir hamam otağımız var. Xahiş olunur, kanala abunə olub bəyənib paylaşmağı unutmayasınız, əziz izləyicilər. Qalxaq deməli, birinci mərtəbənin sanitar qovşağını da göstərim. Maşallah ev böyüdü. Burada da bax belə bir sanitar qovşağımız var, üzr istəyirəm. Deməli, ikinci mərtəbəni də sizə təqdim edeyim. 300 kvadrat, 7 otaq. Qiymət də münasib bir qiymətdir. 30.000 qiyməti endirilibdir. Biliyorsunuz pilləkənin üst hissəsinə qədər radiator quraşdırılıb. Burada jalüz açanda bura panorama şüşəli olur. Gördüyünüz kimi bu pərdələri açanda. İkinci mərtəbəyə qalxanda da burada 2 ailə də yaşaya bilər burada. Çünki hər mərtəbədə yataq otağı və qonaq otağı var. Bax belə bir gözəl, şəxsi, tikili, təmirli həyət evimizdə əzizləyicilər. Burada da bir otağımızdır. 2-ci mərtəbənin bura 3-cü otağıdır.
İkinci mərtəbənin 4-cü otağıdır. Otaqlar çox böyükdür, genişdir. Hər mərtəbəsi 150 kvadratdır. Hər mərtəbəsi. Burada uşaq otağıdır. Allah bütün övladları saxlasın. İndi uşaq otağında təbii ki, həmişə avoy cırılır ya da ki, divar yazılır. Və ümumən 7 otağı, 6 otaq çəkildi. Bir otaqda bağlıdır, orada əşyalar var. Oranı çəkə bilmədik. Qiymət, əziz izləyicilər, 200 mindən 165 min manata endirilib. 165 min manata endirilib. İstəsəz torpağa da evə də kupsa ala bilərsiniz. Bələdiyyənin katastrı veriləcək. Bütün kommunallar asan xidmət adıza keçəcək. Real alıcı ilə də razılaşma olacaq, əziz izləyicilər. Satışda başqa evlərimizdə mövcuddur. Nəqd və kredi ilə təmirli və təmirsiz. Satılası Masazırda, Novxanda, Sarayda əmlakınız varsa müraciət eləyə bilərsiniz. Nömrəmiz səhifədədir. Xahiş olunur, azyaşlı uşaqlar əmlaka baxmağa göndərməyəsiniz. Və kim qərar verəcəksə, böyüklər, ağsaqqallar, Allah hamısını qorusun. Xahiş olunur, gəlin inşallah köməli eləyək, siz də bir əmlak sahibi olasınız. İzlədiyiniz üçün təşəkkürlər. Allah sizi qorusun. Sağ olun.